Peçenyedən meyvəli rulet edirəm. Peçenyaları qabıma əlavə edirəm. Kakaonu əlavə edirəm içinə. 150 qram kərə yağı əlavə edirəm. Qarışdırıram. Qarışımın içinə bir ədəd banan əlavə edirəm. Hazırdır. Bir 10 dəqiqə gözlədəcəm. Qabıma bir paket krem şanti əlavə eləmişəm. Üzərinə də 1 stəkan soyuq su əlavə elədim. Hazırdır. İlk başdan mikserin ən aşağı sürəti ilə çırpdım. Sonra yavaş-yavaş sürəti artırdım ki, daha belə yaxşı bərk alınsın krem şanti. Soyuducuda gözlədəcəm. İçərisinə əlavə edəcəyim meyvələr doğrayıram. Kivi və banandan istifadə edəcəm. İndi ruletimizi açırıq. Hazırdır.